Sumqayıt şəhərində erkən nikah və narkomaniyanın fəsadlarına həsr olunan geniş miqyaslı maarifləndirici tədbir təşkil olunub. Səssiz Təhlükə adlı tədbir Sumqayıt şəhər polis idarəsi, şəhər narkoloji dispanser və Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında erkən nikahların və narkotik vasitələrin istifadəsinin qarşısını almaq, bu sahədə ictimaiyyətin diqqətini mövcud problemlərə yönəltmək və profilaktik tədbirləri gücləndirmək olub. Maarifləndirici görüş Sumqayıt Musiqi Kollecində baş tutub və auditoriyanı əsasən tələbələr, pedaqoji heyət və eləcə də hüquq mühafizə orqanlarının və səhiyyə sahəsinin nümayəndələri təşkil edib. Layihənin müəllifi və ideya rəhbəri, kollecin psixologiya müəllimi Güllü Nəsirova tədbirin təşkilinin səbəbləri açıqlayaraq bildirib ki, erkən nikahlar və narkomaniya təkcə fərdi deyil, həm də ictimai fəsadlara səbəb olur. Bugünkü tədbirimiz Səssiz Təhlükə adlı tədbirimizdir və bu tədbir erkən nikah və narkomaniyaya qarşı mübarizəyə həsr olunub. Bu mübarizə təkcə dövlət qurumlarının üzərinə düşmür, həmçinin valideynlərin, müəllimlərin və cəmiyyətimizin üzərinə düşən bir vəzifədir. Gələcəyimizi sağlam, savadlı gənclər üzərində qurmaq istəyiriksə, bu kimi təhlükələrə qarşı birgə mübarizə aparmalı və profilaktik tədbirlər gücləndirməliyik. Çıxış edənlər gəncləri təhlükəli yollardan uzaq durmağa, maarifli və hüquqa hörmət edən vətəndaş kimi formalaşmağa çağırıblar. Bu cür maarifləndirici tədbirlər biz tələbələri gələcəyə daha da yaxşı hazırlayır. Bunun üçün də kollecimizin rəhbəri Səbinə xanıma və müəllimi Güllü müəlliməyə xüsusi təşəkkür edirəm. Bu tip tədbirlərin keçirilməyində əməyi olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, biz gəncləri doğru yola yönləndirirlər və bizi maarifləndirirlər. Bu tip tədbirlərin daha çox olmasına arzu edərdik. Şəmsdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.